Azərbaycanın sosial ödənişlərin proaktiv qaydada təyin olunması təcrübəsi dünyada qabaqcıl təcrübələrdən hesab olunur. Belə ki, Belarus Respublikasında əlilliyə görə pensiyaların elektron sistem üzərindən təyinatı təcrübəsinin tətbiq edilməsi nəzərdə tutulur. Hazırda həmin ölkədə əlilliyə görə pensiya təyinatı üçün şəxs yaşayış yeri üzrə sosial təminat şöbəsinə ərizə ilə müraciət etməlidir. 2026-cı il yanvarın 1-dən isə bu proses sadələşdiriləcək. Əgər şəxsə əlillik statusu verilirsə, bu barədə müvafiq qurumun onlayn qaydada verdiyi məlumat əsasında proaktiv qaydada təyin olunacaq. Bununla bağlı Belarusun Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən artıq normativ hüquqi baza və proqram məhsulları üzərində iş aparılır. Qeyd edək ki, Azərbaycanda 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb və ötən dövrdə 900 minədək təyinat elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.